Salam dostlar. Deməli, bugünkü dərsimizin mövzusu memory haqqında danışmaqdır. C# memory haqqında və ya ümumən proqramlaşdırmada memory haqqında danışmaqdır. Bu bizim üçün niyə önəmlidir? Birinci ondan danışaq. Deməli, istənilən proqramlaşdırma dilini öyrənəndə biz məlumat növlərindən danışdıq, variablelardan danışdıq, məlumatların saxlanılması üçün və ya daşınması üçün və s. və s. və bunların üzərində müəyyən əməliyyatlar aparmaq üçün operatorlar mövzusuna giriş elədik və indi məsələ proqramlaşdırma öyrənərkən ümumi əzbərə öyrənməmək üçün bəzi məsələlərin fəlsəfəsini başa düşmək lazımdır ki, bu sonrakı etaplarda çətinlik çəkmir. Yəni biz buna big picture deyirik. Yəni ki, ümumi məsələni qavramaq, ilkin anlayışları bilmək lazımdır ki, sonradan öyrənəndə bu çətinlik çəkməsin. Məsələn, biz C#-da məlumat növləri haqqında danışanda iki məlumat növündən danışdıq. Primitive data type'lar və reference data type'lar danışdıq və bunlar niyə iki kateqoriyaya ayrılır? Bunun haqqında, bunun altında yatan səbəb haqqında biraz danışmaq lazımdır. Niyə proqramlaşdırma dilləri primitive type'lar və reference type'lar deyə tiplərə bölünür? Bunun haqqında danışmaq, bunun kökənində biz düşmək üçün, bunun kökünü anlaya bilmək üçün nədən danışmaq lazımdır? Birinci, bizim yazdığımız, burada bizim yazdığımız kodlar nələrdir? Bunlar source kodlardır. Bunlar müəyyən istehsal olunduğu zaman, mənim yazdığım source kod compiling prosesindən keçdiyi zaman biz bilirik ki, bir C# kodu 3 prosesdən keçir. Nəticə əldə edənə, biz output əldə edənə qədər 3 prosesdən keçir. Bir, IntelliSense prosesi, yəni ki, kodun mənim compilerım iki yoxlama aparır. Birinci yoxlama aparır ki, mənim burada konvensiyalara uyğundurmu? Yəni C#-ın sintaktik qaydalarına uyğundurmu mənim yazdığım kod? Məsələn, nöqtəli vergül qoyulubmu? Düzgün yazılıbmı adlar və burada yazılan kodları mən tərcümə eləyə biləcəm, başa düşürəm. Compiler birinci bunu eləyir. Ondan sonra əgər IntelliSense prosesi nə keçiriksə, IntelliSense prosesi uğurlu şəkildə nəticələnirsə, compiler onları IL koduna çevirir. Yəni, intermediate language-ə çevirir. Yəni, bunlara biz dedik ki, exe faylıdır və ya DLL faylıdır, çevirir fayl şəklində və ondan sonra bizim framework-ün daxilində, .NET framework-ün daxilində olan bir runtime'da bu tərcümə olunur artıq binary kodlara. Yəni ki, hansı ki, bu kompüterin başa düşəcəyi kodlar. Bunlar tərcümə olunur. Bəs burada bu işi görənlər, burada biz məlumat alış-verişindən danışırıq, məlumatların ötürülməsindən və s. danışırıq. Bunları düzgün analiz eləyə bilmək üçün bu kompüterimizdə harda yerləşir bu fayllar və bu məlumatlar hardan hara ötürülür, orada ümumi təsəvvür yaratsaq biz, bunun ilkin təsəvvürünü başa düşməyimiz lazımdır ki, sonradan texniki leveldə bunları başa düşə bilək. Deməli, birinci, bunları analiz eləyə bilmək üçün, bu kodun analiz prosesini, kodun tərcümə prosesini düzgün başa düşə bilmək üçün 3 dənə burada bizim aktyorumuz var. 3 aktyorumuz var kompüterin daxilində. Əsas aktyorlar, təbii ki, köməkçilər var. Əsas 3 aktyorumuz var. Bunlar birincisi hard disk, ondan sonra prosesor və RAM. 3 dənə. Bunlar bizim yazdığımız kodun bizə nəticə verə bilməsi üçün, ekranda görməyimiz üçün istifadə olunan əsas hissələr. Deməli, proses necə baş verir? Mənim yazdığım hal-hazırda bu fiziki bir fayldır. Program.js faylı, bir fiziki C# faylıdır. Bu harada yerləşir? Biz bunun şeyinə baxsaq, containing folder bu mənim hard diskimdə fiziki bir yerdə yerləşir, bir fiziki fayldır. Və mən bunu execute elədiyim zaman
burada bu fiziki faylı mən nə etmiş oluram? Deyirəm ki, bunu göndərim compiler'a. Compiler burada tərcümə eləsin. Və mən compiler'a göndərəndə, buradakı o compiler bir proqramdır. Buradakı əsas proseslər harda gedir? Deməli, burada iş görən əsas CPU-dur. Bizim prosesor dediyimiz Central Processing Unit dediyimiz hissədir ki, o bütün əməliyyatları, yəni tərcümə prosesini, intelligence prosesini, onu yoxlama prosesini hamısını icra eləyən aktyorumuz mənim CPU-mdur. Və indi bu CPU-m da mənim burada, məsələn, Hello World bir məlumatdır. Hello World-un bir fiziki olaraq yeri var. Amma bu fiziki yer hardadır? Hard diskdə də var, amma bu proqram icra olunduğu zaman istifadə olunan məlumatlar harda saxlanılır? Bunu başa düşməyimiz lazımdır. Bu da bizdə saxlanılır harda? RAM-də. RAM-də binary koda çevrilir. Proqram icra olunduğu zaman bu RAM-də saxlanılır və orada prosesor ehtiyac duyduğu zaman RAM-dən o məlumatları alır, RAM ona məlumatları ötürür və ondan sonra biz onun nəticəsini görə bilirik. Belə bir xəritə çəksək, bəsit bir xəritə çəksək, deməli, burada mən bu CPU, hard diskimdir, bu mənim CPU-mdur, bu da mənim RAM-imdir. Və bunların arasındakı əlaqə nədir? Burada da mənim compiler'ımın olduğunu düşünün. Compiler proqramın olduğunu düşünün. Bu compiler proqramı nə edir? Deməli, buradan mən aldım. Burada mənim proqramımın source kodları burada yerləşir hard diskdə. Buradan aldım, ötürdüm bura. Belə fikirləşin. Basic olaraq. Ondan sonra bu mənim compiler proqramım analiz elədi ki, burada bunun içərisində bunun istifadə olunan məlumatlar var. Bunların bura ötürülməsi lazımdır. Yəni hara CPU-ya ötürülməsi lazımdır. Dolayısıyla burada istifadə bu compiler yaddaş olaraq istifadə edir. Hard diskdən aldığı məlumatı istifadə edir. Yaddaş olaraq bunu istifadə edir. Yəni RAM istifadə edir. RAM-də məlumatlar yerləşdirilir. Ondan sonra ehtiyac halında artıq burada compiler hansı əmrin icra olunmasını yönləndiribsə, yəni request-i eləyibsə, o request gəlir, buradan icra olunur və buradan lazım məlumat buradan ötürülür bura. Ondan sonra geriyə, məsələn, burada icra olundu və yenə RAM vasitəsilə bizim məlumatlarımız geriyə qayıdır compiler'a, o da bizim üçün ötürür. Deyək ki, nəticəni harada görəcəksə, ora ötürüləcək. Yəni ki, buradakı, belə deyək də, compiler hard disk və CPU arasında məlumat daşınmasını təmin edən əsas bizim aktyorumuz RAM. Dolayısıyla biz əgər bir kod yazacaqsa, bir proqram yazacaqsa, RAM-in ümumi strukturunu analiz eləməyimiz lazımdır, başa düşməyimiz lazımdır ki, bu necə işləyir. Çünki bunu başa düşmədən ki, mənim yazdığım məlumatlar harda yerləşir, necə yerləşir, hansı formada yerləşir, bunları başa düşmədən o kodu analiz eləmək, kodun necə icra olunduğunu başa düşmək əzbərə ola bilər. Dolayısıyla indi burada biz nəyi analiz edəcəyik? RAM-i analiz edəcəyik. RAM əsasən neçə hissədən ibarətdir? Bunun detalları var, amma bugünkü dərsdə ümumi RAM haqqında bir analiz edəcəyik və onun fəlsəfəsini başa düşəcəyik ki, RAM-in işləmə fəlsəfəsi necədir? Bu bizim RAM-imizdir. RAM-imizdə əsas 2 dənə məlumatların saxlanılması üçün bütün RAM-lərdə 2 hissə var. Əsas 2 hissə var, belə deyək. Və bu 2 hissə, birinə biz heap deyirik, birinə stack deyirik, birinə heap deyirik. Yəni bu, belə deyək, məlumat saxlanılması üçün RAM-in içərisində ayrılmış xüsusi təyinatlı 2 dənə bölgədir. 2 dənə bölgədir. Bunlar bir-birindən fərqlənir. Birinə bu stackdir, hal-hazırda, bu da heapdir. İndi bunlar birinci niyə
ayrılır? Niyə heap və stack bir-birindən niyə ayrılır? Və niyə RAM-i biz iki parçaya bölmə ehtiyacı hiss edirik? Çünki belə özünüzdə belə fikirləşin həmişə proqramlaşdırma fəlsəfəsi, proqramlaşdırmanın analiz fəlsəfəsi, proqramlaşdırmada kod yazma fəlsəfəsi həmişə icad olunanda və ya hər hansı bir proqramlaşdırma ilə bağlı nəsə iş görməyə çalışanda çox təbii olaraq bunu edən insanlar referans edirlər nəyə? Real həyatdakı hadisələrə. Çalışırlar ki, real həyatdakı hadisələrdən referans alaraq, real həyatda proseslərin necə getdiyini analiz edərək onu bir şəkildə elektrik şəbəkəsi ilə ifadə eləsinlər ki, rahat başa düşmək. Çünki əgər biz yaddaş haqqında danışırıqsa, yaddaş haqqında hər hansı bir yeni nəsə eləyəcəksə, bizim nümunə götürəcəyimiz ən mükəmməl orqan bizim öz beynimizdir. Əgər mən öz beynimin proyeksiyasını bir şəkildə reallaşdıra bilsəm burada, kompüterdə, bu mənim üçün ən yaxşı nümunə ola bilər. İndi gəlin biraz analiz edək. Biz öz beynimizi analiz edək, ondan sonra baxaq ki, bunun proyeksiyasını biz necə eləmişik kompüterdə. Deməli, bizim beynimiz, yaddaş dediyimiz məfhum, insan yaddaşı deyilən məfhum əsas iki hissədən ibarətdir. Bir, şuur yaddaşı var, bir də şuuraltı. Təbii ki, bunun fəlsəfi detallarından danışmayacağım, bəsit olaraq danışacağım. Bir şuurumuz var, bir də şuuraltımız var. Biz bu yaddaşlardan, iki hissəli yaddaşlardan nə vaxt istifadə edirik? Deməli, şuurumuzla biz gündəlik həyatdakı qərarlarımız haqqında qərarlarımızı biz şuurumuzda saxlayırıq. Yəni ki, bugün nə yeyəcəyik, mən bugün nə geyinəcəm, nə yeyəcəm, nə içəcəm, hara gedəcəm, gündəlik planlarımızın məlumatlarını biz şuurumuzda saxlayırıq. Bunlar short term memory deyirlər biz. Short term memory deyirlər. Yəni ki, elə bil ki, gündəlik qısa məlumatları biz şuurumuzda saxlayırıq. Amma bir də var bizim şuuraltımız. Bu şuuraltımız bizim doğulduğumuz andan etibarən bugünə qədər olan bütün yaşadığımız hadisələr, bütün gördüyümüz, eşitdiyimiz, yaşadığımız, hiss etdiyimiz bütün hadisələr bizim şuuraltımızda, yaddaşda saxlanır və heç yerə itmir. Biz unutduğumuzu zənn eləsək də əslində onlar itmir. Niyə? Çünki siz öz həyatınızdan da bunu nümunə götürsəz, bəzən olur ki, gedirsiniz bir məkana, uşaqlığınızda getdiyiniz məkana, orada bir trigger yaranır. Trigger yaranır və siz, trigger nə deməkdir? Tətikləyici bir şey olur və siz o anda, məsələn, uşaqlığınızda getdiyiniz o məkanda oynadığınız oyunları, ondan sonra yaşadığınız hadisələri başlayırsınız bir-bir xatırlama. Hansı ki, daha öncədən o hadisələr sizin heç yadınızda olmadığını zənn edirsiniz. Deməli ki, şuur altında sizin o məlumatlarınız, o hadisələr, o xatirələr var, amma onun çağırılması üçün, onun başa düşülməsi üçün sizin nəyə ehtiyacınız var? Bir referensə ehtiyacınız var, bir yönləndirməyə ehtiyacınız var. Bu da yönləndirmə də diqqət edin, harda oldu? Siz şuurunuzla getdiniz o rayona və ya o köhnə yaşadığınız yerə, orada şuurunuzdan sizə bir tətikləyici getdi, sizin şuurun altınızdan sizə məlumat gətirir. Bu, insan beyninin ən bəsit şəkildə şuur və şuur altının bir fərqidir. İndi biz bunu proyeksiya edirik öz kompüterimizə. RAM-in içərisində biz bunu short term memory və short term memory deməyək, qısa əmrlərin yaddaşda saxlanılması üçün lazım olan memory deyə və bir də daha geniş məlumatların saxlanılması üçün lazım olan extensible bir memory deyə iki kateqoriyaya bölünür. Bu, insan şuurundan olan nümunə. Burada bizim, əgər mən bunu proyeksiya eləməyə çalışsam, deməli, mənim stack dediyim proqramlaşdırmada stack denilən yaddaş növü bizim şuurumuzdur. Heap dediyimiz yaddaş növü isə bizim şuur altımızdır.
Yani bunlar arasında ötürmə var. Yani burada mənim şuur altımda burada hər hansı bir trigger, burada bir hadisə, bir memory var, bir də data var. Bu xatirə ola bilər, hər hansı bir hadisə ola bilər və s. və s. Burada bir data var. Dağınıq şəkildə yerləşdirilib ora. O bizim şuur altımızda onlar var. Və mən bunu əgər necə deyərlər, istifadə eləmək istəyirəmsə, istifadə yadımıza düşməsə əslində nədir? O məlumatı biz istifadə edirik. Bu məlumatı istifadə eləmək üçün biz nədən istifadə edirik? Gündəlik şuurumuzla getdik buradan bir o rayonda və ya kənddə bir ağac gördük məsələn. Ağac gördük. Bu bizim üçün nə oldu? Bu bizim şuurumuzdadır. Ağacı görmək bizim şuurumuzdadır. Biz onu o anda bizdə trigger yarandı və referans verdi hara? Bizim şuur altımızdakı hadisələr. Əslində hiplə stack arasındakı məsələ də tam olaraq budur. Yəni burada o ağacda əslində biz ağacda o məlumatı saxlamırıq. Ağac sadəcə bizə referans yaradır. Deyir ki, get buradan şuur altından o məlumatı gətir və istifadə elə. Və hiplə stack da bu şəkildə işləyir. Və bunu biraz real hadisələrə, real gündəlik hadisələrdən də bir dənə nümunə verməyə çalışsaq ki, tam başa düşə bilək bunu. Bu da nədir? Məsələn, istifadə elədiyiniz kompüter. İstifadə elədiyiniz kompüter hansı marka olursa olsun, bunun istehsal zavodu var. Məsələn, deyək ki, Acer'dan nümunə götürsək, Acer'ın istehsal zavodu var. Deyək ki, bu Acer'ın istehsal zavodu hardadır? Deyək ki, Çində və ya Almaniyada bir yerdə. Markasına hansı ölkəninsə bilməm, səhv demiş ola bilərəm. Fərz edək ki, Almaniyada. Almaniyada bu zavodda bu Acer kompüter istehsal olunur. Amma o zavodda, Acer zavodunda bunun prosesoru istehsal olunmur. Niyə? Çünki Acer'ın istifadə elədiyi prosesor harada istehsal olunur? Intel'in hansısa Çindəki bir zavodunda istehsal olunur. Ondan sonra məsələn RAM istehsal olunur məsələn Amerikada. Ondan sonra klaviatura istehsal olunur məsələn Rusiyada deyək ki. Bu Almaniyada olan zavodun vəzifəsi nədir? O referans verərək deyir ki, zəhmət olmasa get Amerikadan klaviatura gətir. Get, nə bilim, Rusiyadan başqa bir şey gətir. Yəni ki, hiplə stack arasındakı bənzər fərqi və ya əlaqəni başa düşmək üçün bunu düşünə bilərsiniz. O Acer'ın zavodu bizim stackimizdir. Orada məlumatların originalı yoxdur. Sadəcə o məlumatı hardan əldə edəcəyimiz üçün bir referans var. Yəni adres var. Deyir ki, zəhmət olmasa get Kaliforniyanın filan ştatındakı filan adresdən bu Intel prosesorunu götür gəl. Bu zavodda var. Və onu gətirib ora tətbiq edib və icra edirlər. Yəni orada icra olunur. Deməli ki, və bu şəkildə biz buradan da diqqət edirsinizsə, şeyin zavodunda, Acer'ın zavodunda şeydən fərqli olaraq bu hipdən fərqli olaraq nə var? Orada müəyyən workflow var. Yəni ki, işin görülmə ardıcıllığı. Birinci bu görülsün. Məsələn, mən əgər kompüter istehsal eləmək istəyirəmsə, birinci karkasını yerləşdirməliyəm. Ana platanı yerləşdirməliyəm. Deyirəm ki, ana platanı gətir. Get hardan gətir? Rusiyadan gətir. Ana platanı gətirdik. Bu birinci əmr. Ondan sonra ikinci əmr nədir? Bunun üstünə prosesor yerləşdir. Prosesor hardadır? Amerikada. Məsələn. Onu gətir. Ondan sonra video kartanı tax. Ondan sonra o biri alətləri tax. Və burada müəyyən stackdə müəyyən sıralama var. Yəni, buradakı əmrlər, buradakı yaddaşlar müəyyən sıralamaya görə istehsal olunur. İndi biz bunu başa düşdüyümüz, hiplə stack arasındakı bu əlaqəni başa düşdüyümüz zaman bunu proqramlaşdırmaya da tətbiq edə bilərik. Və biz indi proqramlaşdırmada hansı dildən istifadə eləməyimizdən asılı olmayaq. Hansı dildən? Sadəcə olaraq və bütün dillərdə demək olar ki, öz istifadə elədiyi məlumatları kateqoriyalara bölür. Deyir ki, bu məlumatlar çox istifadə olunan məlumatlardır. Çox, məsələn, gündəlik həyatda
gündəlik proqram yazarkən istifadə olunacaq məlumatlardır. Biz bunlara primitive typelar deyək və bu primitive typelar getsin, yerləşsin harda? Stackdə yerləşsin. Bəzi məlumatlar var ki, sadəcə onlar bizim ehtiyac duyduğumuz anda gedib mən onlardan istifadə edeyim. Onlardan istifadə edə bilərik. Məsələn, bunlardan məsələn C# üzərində biz düşünsək əgər, C# biz baxsaq, gəldik bura, deyək ki, C# data types desək, onları biraz C#'ın data tiplərini analiz edeyik. Və bunların niyə primitiv və reference type'lara ayrıldığını gəlin analiz edeyik. Bunu biraz açaq. Baxın, C# data tipləri iki hissəyə ayrılır. Baxın, value type'lar və reference type'lar. Buna primitive type'lar da deyə bilərsiniz. Buna reference type'lar deyə bilərsiniz. Və bunun içərisindəki şeylərə baxsaq, S-byte, byte, char, short, U-short, bunlar və ya float, double, decimal və s. və s. Bunlar dəqiq, konkret olan müəyyən məlumatlardır. Rəqəmlər, yazılar və s. Bunlar dəqiq. Və bunlar gündəlik proqram əsnasında, proqram yazılma əsnasında çox istifadə olunduğuna görə, daha çox istifadə olunduğuna görə biz bunlara value type'lar deyirik və bunlar harda yerləşir? Stackdə yerləşir. Bunu belə düşünə bilərsiniz ki, daimi əlimizin altında istifadə edə biləcəyimiz məlumatlar kimi düşünə bilərsiniz. Bir də var ki, indi sonradan detallarına girəcəyimiz class, interface, delegate, arrays, ondan sonra lists və s. kimi tiplər ki var, bunlar şeylər kimi, S-byte kimi, byte kimi, integer kimi çox istifadə olunan yox, nisbətən daha az istifadə olunan və daha geniş əhatə dairəsinə səbəb olan və genişlənə bilən bir struktura sahibdir. Məsələn, class genişlənə bilən bir struktura sahibdir. Və o class öz daxilində də bu primitive type'lardan, value type'lardan bəzilərini istifadə edir. Və dolayısıyla biz deyirik ki, reference type'lar getsin heap'də yerləşsin. Oranın çünki şuur altımızda yerləşsin, mən onlardan götürüb istifadə edeyim. Və bu bizim üçün bunların ayrılmasının istifadəsi, çünki yaddaşı mən istifadə edəndə təsəvvür eləyin ki, mən bütün məlumatları sadəcə stackdə saxlamış olsaydım, bu stackin istifadə faizini yüksəldəcək. Və bu da daimi olaraq bizim RAM-imizə bir yük yükləyəcək. Amma biz bir mənada belə düşünün, daha rahat anlaya bilməyiniz üçün, passiv memori bir də aktiv memori olaraq düşünə bilərsiniz. Yəni, heap passiv memoridir, sadəcə ehtiyac halında oradan istifadə edirsiniz. Amma stack aktiv memoridir. Yəni, bir proqram icra olunarkən aktiv olaraq iş görən, daimi olaraq proses gedən kimdir? Stack memoridir. Yəni, dolayısıyla buradakı məlumatların çox dəqiqliklə seçilməsi lazımdır ki, o stack memorimiz dolmasın. Və amma heap memory genişlənə bilən memoridir. Bunun da genişlənə bilən memori olmasının səbəbi hara qədər? Genişlənə sonsuz deyil təbii ki. Bunun genişlənə bilməsi hara qədərdir? RAM-in həcminə qədər. Yəni və bu bizim anlayışımıza görə, əgər mən bu məntiqi özümdə başa qavrasam, ondan sonra bu aspektdən mən data tiplərinə baxsam ki, C#-dakı data tiplər, məsələn, struct, enumeration, ondan sonra bool type'lar, ondan sonra struct'lar və s. necə işləyir, niyə belə bir təyinat veriblər, onda artıq mənim üçün daha anlaşılan olacaq məsələ. Okay. Yəni, dolayısıyla bu RAM-in işləmə prinsipi haqqında ilkin təəssüratlar olduqdan sonra biz artıq sonraki mövzulara, məsələn, indi növbəti mövzumuz function mövzusudur. Functionların düzgün anlaya bilmək üçün, functionların işləmə prinsipini düzgün anlaya bilmək üçün heap və stack mövzusunu biz
daha yaxşı başa düşməliyik ki, onlardan istifadə eləyə bilək. Belə, bugünkü dərsimiz bu qədər. Qısa da olsa çox önəmli mövzudur bu. Daimi olaraq bizim nəzərimizdə olmalı olan mövzudur. Növbəti dərsdə artıq funksiyonlarla biz dərsimizə davam edəcəyik. Təşəkkür edirəm dinlədiyiniz üçün. Növbəti dərsdə görüşənə qədər.